Salam əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə, salam MGTV izləyicilərinə. Son günlərdə geosiyasi dəngələr o qədər sürətlə dəyişir ki, həm bölgəmizdə, həm Türkiyə üzərinə, həm Azərbaycan, həm Qafqaz üzərinə oynanan oyunlar bizi çox incə bir siyasətin zamanından keçməyimizi göstərir. Burada həm Azərbaycan, həm Türkiyəmiz, həm Türk dövlətləri çox diqqətli olmalıdırlar. Baxın, Amerika Birləşmiş Ştatlarının Cumhurbaşkanı Donald Trump'ın Sayın Cumhurbaşkanı Erdoğan'a deməyi ki, yeni gönderdiği Türkiyə böyük elçisi, Amerikan böyük elçisi Thomas Barak sizin izinizdədir və sizinlə bir yerdə çalışacaq. Bu nə deməkdir? Donald Trump'ın Orta Doğu politikasının dəngələrini Türkiyə ilə bir yerdə çalışmağıdır. Və Thomas Barak dədəsi Lübnan əsillidir. 1900-cü illərdə gəlib. Bunu da AKP iktidarına yaxın medialar tərifləyərək, Osmanlı deyərək övünürlər, amma bu belə deyil. Thomas Barak xüsusi tapşırıqla gəlib. Onun missiyasından biri də Türkiyə Cumhuriyyətini, yəni Erdoğan vasitəsilə, yəni iktidarı vasitəsilə Trump'ın bölgesel politikasını yönəltməkdir. Bu nə deməkdir? İlk öncə ekonomi tərəfdən Çinin Kuşak İpək yoluna qarşı gətirmək, qarşı qoymaq, İran konusunda Türkiyədən tam dəstək almaq, Rusiyaya qarşı yeni qarşı durma yaratmaq və bu qonşularla, yaxınlarla, həm İranla, həm Çinlə və həm də Rusiya ilə Türkiyəmizi qarşı-qarşıya qoyaraq bunun sonu İsraillə müttəfiq yapmaqdır Türkiyəmizi. Bu işlərin sonu Türkiyəni sonunda İsraillə müttəfiq yapacaqlar. Əgər bu bazarlığa Türkiyə gedərsə, yəni AKP iktidarı gedərsə, bu heç də yaxşı olmayacaq. Mən dəfələrlə demişəm, nə Azərbaycan, nə Türkiyə Cumhuriyyətimiz, nə Azərbaycan Cumhuriyyəti İran konusunda İsrail-Amerika saldırılarına, İsrail-Amerika siyasetine karışmamalıdır İran konusunda. İran ne kadar olmasa bizim komşumuzdur, düşmanımızdır. Farsmolla rejimi bizim düşmanımızdır. Ama bu saldırılarda heç türə yaxın qonşuluğumuzda olan savaşa heç türə qarışmaq lazım deyil. Hər gündə Azərbaycana da, Bakıya da son vaxtlar Avropa, Amerika, Rusiya hamı gəlir gedir. Seyran döyü, bayram döyü. Burada hamısının maraqları var. Və 200'lü siyasətçiləri də hamısını görürük. Yəni Avropalıların da, Amerikanlıların da. Biz hər şeydən öncə dövlətlərimizin bəkasını, xalqımızın rifahını düşünməliyik. Bunu hər şeydən öncəyə qoymalıyıq. Çünki heç kəslə bazarlıqlara getmək olmaz. Əgər bu gedilirsə də bunun çox ağır nəticələri olacaqdır. Allah'a emanet olun. Tanrı Türk'ü korusun.